Salam, hər vaxtınız xeyirli uğurlu olsun. Əziz Xəzərin sahilində verilişinin dəyərli izləyiciləri. Biz Xəzərin sahilində hər zaman özünə məxsus insanların fikir dünyasına qonaq oluruq. Bugün də sözə, fikrə, ömrünü fəda etmiş, ömrünü ona həsr etmiş bir insanın, yəni bir Azərbaycan ədəbiyyatı dedikdə Anar imzası özünə məxsus imzadır və möhürdür deyə bilərik. Bugün biz Anar yaradıcılığına, Anar fəaliyyətinə qonaq olmuşuq, gəlmişik bura və Xəzərin sahilində bu gözəl məkanda yerləşən Bakımızda Yazıçılar Birliyindəyik və Anar müəllimin bugün qonağıyıq. Anar müəllim, biz xoş gəlmişik. Xoş gəlmişsiniz, xoş gəlmişsiniz. Necəsiniz Anar müəllim? Sağ olun, təşəkkür edirəm, çox sağ olun. Anar müəllim, Xəzərin sahili dedikdə bu masştab olaraq çox genişdir. Bakı şəhəri və Xəzər insan, Bakı şəhərində yaşayan, Bakı şəhərində fəaliyyət göstərən, məkanından asılı olmayaraq hər biri Xəzər adamıdır deyə bilirik. Anar da Xəzərin adamıdır. Anar da Bakıda doğulub boya başa çatıb və Anar üçün Xəzər xüsusi önəm daşıyan ən vacib faktordur deyə bilərikmi? Xəzərin sahilində Azərbaycan böyük ərazidir. Tək Xəzərin sahilində yerləşmir. Bir yandan Böyük Qafqaz dağları var, Kiçik Qafqaz dağları var və torpağımızın hər qarışı bizim üçün əzizdir. Və bizim bu torpağı oxşayan, ona necə deyirlər, onu tumarlayan Xəzər dənizi də bizim üçün çox əziz bir vətənimizin bir parçasıdır. Ona görə bizə hamımızın ona da böyük məhəbbəti var. Sizin yazmış olduğunuz əsərlər, romanlar, povestlər və ssenarilər bugün ümumiyyətlə bugün qiymət verdikdə, bugün Anarın fəaliyyətini bir mənalı şəkildə onun oxucuları qiymətləndirir. Çünki illər boyu biz Anarın əsərləri ilə böyüdük deyirlər və bunu elə bir insanlar, bugün sosial şəbəkələrimiz var və bu sosial şəbəkələrdə hər bir kəs müəyyən insanları təhlil edəndə bir Anar imzasında dayanırlar. Yox, onun qələmi var və onun əsərləri ilə biz böyümüşük deyirlər. Anarın imzasını digər imzalardan fərqləndirən sizcə hansı xüsusiyyətidir? Mən təşəkkür edirəm sizə ki, bu xatırladırsınız ki, doğrudan da mən şəbəkələrə daxil olmuram, ona görə xəbərim olmur. Bəzən gəlib deyirlər və sizin dediyinizə görə əgər bir çox adam deyirlərsə ki, mənim kitablarımdan böyüyüblər, mən onlara ancaq təşəkkür edə bilərəm, minnətdarlığımı bildirə bilərəm. Fərqi isə mən deyə bilmərəm, onu oxucular deyər, tənqidçilər deyər. Nə cür deyə bilərəm ki, mən filan kəsdən filan şeyə görə fərqlənirəm. Mənim də indi öz üslubum var, öz həyat yolum var, öz yaradıcılığım var. Çalışmışam o üslubuma, zövqümə sadiq olum, etibarlı olum, sapmayım o yoldan. Və indi nə çıxıbsa meydandadır, oxucu deyə bilərəm. İstənilən yaradıcı adam, istənilən yaradıcı adam qarşısındakini düşünüb yazanda bəlkə də öz üslubunu itirə bilir. Amma özünü düşünüb yazanda qarşıya birbaşa təsir edə bilir. Yazıcı Anar qələmə əlinə alanda qarşındakını düşünür, yoxsa özünü düşünür? Bəli, o yazdığın üzərində düşünürsən də, çünki yazdığından kənar şeyləri düşünməməlisən sən. Necə yazırsan, nədən yazırsan, nə barədə yazırsan, nə məqsədlə yazırsan. Yəni, əsər yazanda bütün varlığın o əsərlə bağlı olur. Onun bütün o əsərin qayğılarını çəkirsən, o əsərin necə alınacağını düşünürsən, nə vasitələrdən onu daha yaxşı ifadə eləməyi düşünürsən, bunları düşünürsən yazanda. Bölsək janrlara və hekayə, povest, roman, ssenari, film ssenarisi. Yəni, bugün də deyirsiniz ki, artıq şeirlər yazırsınız. Hərdən birdən bəli. Və hələ o məqama da qayıdacaq ki, niyə indi? Və bu janrları seçəndə Anarın özünə yaxın olan janr hansı janrdır? Müxtəlif janrda yazıramsa, demək, hamısı mənə yaxındır. İntihası elə şeylər var ki, onu bu janrda ifadə eləmək olar. Elə janrlar var ki, bunu məsələn mən ekranda görürəm, ona görə ssenari yazıram. Bu mövzunu səhnədə görürəm, ona görə piyes yazıram. Yaxud ancaq nəsr vasitəsilə hekayə, roman, povest yazıram ki, onları o janrlarda. Çox vaxt da mən esselər yazıram, məqalələr yazıram. Yəni elə mövzular var ki, onları ancaq real faktlar əsasında yazmaq olar.
xatirələrim mənim çıxır, məsələn, müxtəlif gördüyüm insanlar haqqında. Yəni, hər janrın, hər mövzunun öz tələbatı var, o tələbata uyğun olaraq yazırsan. Doğrudur və bugün Anar müasir Azərbaycan və müasir gənc Azərbaycanlı oxucusunu düşünəndə hansı mövzulara toxunsa onların ürəyinə yol tapa bilər deyə düşünür? Mən o vaxt heç vaxt fikirləşmirəm ki, kiminsə ürəyinə yol tapım. Mən öz ürəyimdəkiləri və beynimdəkiləri ifadə etməyə çalışıram. İndi kimə bu maraqlıdırsa da ondan nə isə və əgər siz bayaq dediyiniz kimi bir neçə nəsil mənim yazılarımla böyüyübsə, demək hər halda bu yol tapır onların ürəklərinə. Demək ki, Anar özünü, öz fikirlərini, öz ifadələrini nəzərə alır, yazır və qarşı tərəf artıq onu öz istədiyi kimi qəbul edir. Kim necə qəbul edirsə elə. Müasir oxucu qane eləyirmi siz, Anar bəy? Yox, qane eləmir, ancaq ona görə ki, çox az oxuyurlar. Kitaba maraq qazanılıb, daha çox şəbəkələrdə olurlar, əsərlər haqqında təsəvvürləri ancaq şəbəkələrdən aldığı biliklərdir. Ona görə əlbəttə sadiq oxucular da var, ədəbiyyata sadiq olan oxucular var ki, onlar hələ də kitab alırlar, kitab oxuyurlar. Mənim bir yazıcı kimi əlbəttə çox böyük təlaşım ondan ibarətdir ki, get-gedə kitaba maraq azalırsa, bunun axırı faciədir. Çünki kitabsız insanın mənəviyyatı yetişə bilməz. İnsan ədəbiyyatla, mənəviyyatı ədəbiyyatla yetişir, kitabla yetişir. Güman edirəm ki, bu bir keçəri bir məqamdır və kitaba maraq yenidən canlanacaq. Bir nəfərdən soruşurlar ki, bax, indi texnika inkişaf eləyir, filmlər çıxır, 3D, 4D, 5D və bütün hər kəs o filmlərə meyil göstərir. Yəni, bu tamaşalar, teatrlar nəyə lazımdır, kimə lazımdır, bunun sonu nə olacaq? Roma, səhv eləmirəmsə, mütəxəssisindən soruşurlar. O isə heç düşünmədən cavab verir ki, sonda hamı teatra və tamaşaya dönəcək. Bugün yazıların təqdim edilmə platforması dəyişib. Yəni, əvvəl biz kitab vərəqləyib oxuyurduqsa, indi bir planşet qədər əlimizdə vasitə dəyişib. Yəni, buradan çevirib oxumaqlar olar. Yetər ki, oxumağa mövzular və oxumağa maraqlı bir nələrsə olsun. Siz kitablardan çıxış eləyirsiniz, yoxsa ki, yazmış əsərlərdən. Məsələn, necə fikirləşirsiniz? Bax, bugün ziyalılarımızın böyük əksəriyyəti gənclərin kitaba marağının olmamasından danışır. Bunun üçün festivallar keçirilir, bunun üçün tədbirlər həyata keçirilir. Amma o gəncləri çox cəlb etməyə nail olurlar, olmurlar. Bilmirəm, siz bunu daha yaxşı bilərsiniz, çünki bu işin içindəsiniz. Olurlarmı? Əlbəttə, gələcək gənclərindir, bu şübhəsizdir. Orta yaşlılar da, yaşlılar da gedəcəklər, gənclər orta yaşlı olacaqlar, sonra onlar da qocalacaqlar, onlar da gedəcəklər və bu davamiyyət davam edəcək. Amma hər şeyi bir zümriyə, bir yaşa qaid eləmək yox. Mən ancaq onun üçün yazıram ki, cavanların xoşuna gəlsin. Mən şəxsən elə hesab eləmirəm. Mən əlbəttə çox sevirəm ki, cavanlar da mənə maraq göstərirlər. Amma mən yazanda fikirləşirəm ki, mən yaşlı adamlar da oxumalıdır, orta yaşlı adamları da oxumalıdır, qocalar da oxumalıdır. İstək budur. Tək cavanlara görə yox. O ki, qaldı, bilirsiniz, siz çox ciddi mətləbə toxunursunuz. Ona görə mən də biraz buna ciddi cavab vermək istəyirəm. Mənə elə gəlir ki, bizim zamanənin, tək bu bizə aid deyil, bizim ölkəyə aid deyil, bütün dünyaya aiddir. Çox böyük bir bəlası odur ki, bu şeylər televiziya ekranlarında filan zat kliplər yalandır. Bu kliplər insanları klip düşüncəsində, klip ritmində yaşamağa alışdırır. Yəni, sən bir şeyə diqqət eləmək istədə dəyişir, başqa şey göstərilir, dəxil olmayan üçüncü şey göstərilir, xaos yaranır. Bu xaosun içində bir məntiqi tapmaq, nəyə görə bu kadrdan sonra bu kadr gəlir, bu kadrın bura düşməyinin nə mənası var, bunu düşünməyə imkan vermirlər. Bax, bu klip düşüncəsi ədəbiyyata münasibətdə gedir. Həyat tələsir. Yox, mənim işim var. Metroda gedirəm, biraz kitab oxuyum. O biri stansiya gəldi, kitabı qoydum, atılıb getdim. Sonra yadımdan çıxmışdı, yadımdan çıxdı ki, nə oxuyuram filan. Televizoru qurdum, biraz baxdım, yox, köçürdüm o biri kanala. Bax, bu ritm insanı düşüncədən, insanı nəyisə dərk eləməkdən ayırır. Məni bax, bir yazıcı kimi və bir insan kimi, bir ziyalı kimi düşündürən budur ki, bu bütün dünyaya aiddir. Bu ritmin axırı nə olacaq? Bu ritm elə tələsmək, tez,
Axırı bunun iflasla qutara bilər. Axırı tamam mənəviyyatsızlıqla qutara bilər. Biraz sakitlik lazımdır, biraz dayanıb düşünmək lazımdır. Biraz bir məqam lazımdır ki, insan dərk eləsin oxuduğunu, gördüyünü, eşitdiyini. İndi bu dərk etməyə macal qalmır insanın. Bax, bu böyük bir bəladır. Bax, çox maraqlı, çox həssas və çox da yaralı məqamı indi müzakirə eləyirik. Sizin dövr və bugünkü dövr, yenə gəlirəm gənclər və yaşlı nəsil. Ortadakı orta nəsil bu keçidləri, ruslar demiş, plavını keçə bildi. Amma yaşlı nəsillə gənclərin arasında kəskin şəkildə fərq var. Bax, o dövrdən bu dövrə gəlmiş və müəyyən dövrləri yaşamış bir insan olaraq, yəni biz çox şey gördük. Yaşam tərzinin sürətlə fərqini, dəyişməsini gördük. Bu hardan başladı? Nədən oldu? Biz bunun kökünü bir tapaq ki, sonra onun çıxış yolunu araşdıraq. Harda başladı? Bax, bu boşluq nədən yarandı? Bu boşluq dünyada başlandı bu təxminən İkinci Dünya Müharibəsindən sonra. Çünki İkinci Dünya Müharibəsinə qədər bütün müharibələr nə cürüdür? Müharibə edirlərdi uzun illər, hücum edirlərdi, müdafiə olunurlardı, tələfat olurdu, qurban verirlərdi filan. Amma İkinci Dünya Müharibəsinin sonunda Amerikalılar Hiroşimaya və Yapon şəhərləri Hiroşimaya və Nagasakiyə nüvə bombası atmaqla müharibənin də ritmi dəyişdi, şuur da dəyişdi. Məlum oldu ki, bir anın içində bütün dünyanı məhv eləmək olar. Ondan sonraki Amerikanlar bunu tapandan sonra və həyata keçirəndən sonra bu cinayət mən adlandırırdı ki, günahsız bir şəhərdə 200 min insan, heç bir günah olmayan insanlar məhv olurlar. Sovet İttifaqı da ona qarşı məcbur oldu ki, silah tapdı, atom nüvə pariteti yarandı. Və bütün dünya elə bil ki, bir qorxu içində yaşayır ki, hər dəqiqə, indi xüsusilə bu son illər qorxu biraz da, hər an bütün dünya məhv ola bilər. Ona görə də bu düşüncədən çıxış edərək, Qərbdə məsələn, o bitniklər əmələ gəldi, nəminə, yəni həyatın bir anından zövq almaq, bir anını yaşamaq, sabahı düşünmədən yaşamaq, ancaq bugündən yaşamaq, bax, bu psixologiya yarandı. Bu ikinci müharibədən və bu şeylərdən sonra. İkinci böyük hadisə isə Sovet İttifaqının dağılması oldu. Çünki Sovet İttifaqı dağılandan sonra 15 müstəqil ölkə yarandı və bu ölkələr birdən-birə başqa ölkələr əsrlərlə keçdiyi yolu bunlar 10 il içində, 15 il içində keçməli oldular. Nə? Bu yol nədən ibarətdir? Plan təsərrüfatından bazar iqtisadına keçid bu bir. Böyük bir dövlətin əyaləti olmaqdan müstəqil dövlətə keçmək bu iki. Totalitar bir rejimdən demokratik rejimə keçmək bu üç. Deyirəm, bu üç şeyi başqa ölkələr illərlə, bəzən yarım əsr ya bir əsrə keçir. Biz bunu 10 ildə, 15 ildə keçməli olduq. Azərbaycanda isə bütün bunlara əlavə olaraq Qarabağ müharibəsi, torpaqlarımızın işğal olunması. Ona görə bütün Sovet Respublikaları içində o vaxt ən çətin vəziyyətdə olan Azərbaycandır. Və bu çətin vəziyyətdən biz indi çıxırıq. Və bunun psixoloji şeyi hələ də qalır, şuurlarda qalır. 86 yaşımda mən çox xoşbəxtəm ki, hər halda torpaqlarımızın azad olmağını gördüm. Şuşanın azad olması, mənim sevimli şəhərim Şuşanın azad olduğunu gördüm, Şuşaya getdim və bu səadətə görə mən bunu dəfələrlə deyirəm. Mən cənab prezidentimizə minnətdaram ki, bu qələbənin atası odur, bu qələbəni o yaratdı. Və doğrudan da bugün Azərbaycanın xoşbəxt olmaq üçün bütün şansları var. Bir odur ki, biz bu yolumuzdan sapmayaq, ifrata varmayaq, ən vacib bir sahə olan mədəniyyətə daha çox fikir verək. Çünki insanların mədəniyyət formalaşdırır, insanların mənəviyyatını, şuurunu, varlığını mədəniyyət şuuru formalaşdırır. Mədəniyyətin bütün sahələrini mən nəzərdə tuturam. Təhsili də, elmi də, ədəbiyyatı da, kinonu da, rəssamlığı da, musiqini də və s. Bütün bu sahələrə biz mənə gəlir ki, çox böyük diqqət yetirir. Qısa bir araya keçəcəyik, reklamlardan sonra buradayıq. Yazıcı Anarın qonağıyıq və həmçinin də Anar bizim qonağımızdır və onun həyat fəlsəfəsi, onun yaradıcılığı, onun dünyası bugün bizim üçün maraqlıdır və biz də onun üçün nə qədər maraqlıyıq, onu yəqin ki, sual olaraq bizim üçün qalacaq. Qısa aradan sonra buradayıq.
Xəzərin sahilindəyik və Xəzərin sahilində hər zaman olduğu kimi dəyərli insanları sizinlə görüşdürürük. Bugün biz yazıçı Anarın qonağıyıq və bugün həm də Anar bizim qonağımızdır. Bu məkandayıq və isti ortamdır. İllərdir biz bu məkanlara gəlirik və illərdir bu məkanlarda özümüzə məxsus şəkildə bir ab-havanı alırıq. Yazıcı Anar fikirləri hər zaman olduğu kimi görünmək fikridir. Nəyəmsə oyam. Bax, bu insanları Anar bəy hər zaman bir mənalı qarşılanmamasına səbəb olur. Yəni, olduğun kimi görün, göründüyüm kimi ol fikri hər zaman aktual olaraq bugün də öz aktuallığını qoruyur. Amma bu nə dərəcədə asandır? Asan deyil əlbəttə, olduğun kimi görün o şeyin, Cəlaləddin Rumunun sözləridir. Bunu sözdə demək asandır, icra eləmək çətindir. Tamamilə doğru. Çünki təbii ki, özün olanda sənin özün olduğunu istəməyən adamlar da çox olur. Amma buna baxmayaraq gərək çalışasan ki, özün olasan. Yəni, nə varsansa o cür görünəsən və nə cür görünürsənsə o cür də olasan. Olduğun kimi istəməyənlərə qarşı bəzən insan güclü olmaya bilir. Yəni, bir insanın vücudu qədər onun hissləri də var. Hisslər o şuuru, fəaliyyəti idarə eləyir. Bax, belə olduğu təqdirdə hansı formada özünü olduğu kimi qəbul etdirməyi bacarmaq lazımdır? Özün olasın da gərək. Onu düşünməyəsən ki, mən bunu etdirmək istəyirəm. Onu düşünəsən ki, mən beləyəm. Beləyəm, belə də qalacam. Bunu kim nə cür qəbul edirəz? Bildiyim qədərilə sizin bugün üzərində işlədiyiniz Azad bir Quşam ssenarisi var və onun işləri nə yerdədir? Çox pis, bərbad haldadır yer işləri. Yəni, boyun olurlar ki, vəsait tapacaq, çəkəcək, amma sözdə deyirlər, işdə heç bir şey olmur. Mən də çox bu bir xəyal qırıqlığı keçirdirəm. Çünki tək məsələ məndə deyil, həm də Cəfər Cabbarlıdır. Cəfər Cabbarlının yubileyidir bu il, 125 illiyidir. Muzeyi bərbad haldadır. Mən getdim, baxdım. Müxtəlif təşkilatlar bir-birini, bunu o eləməlidir, bunu da bu eləməlidir. Bunlar öz aralarında onu həll eləyənəcən il keçir, Cəfər Cabbarlı ili keçir və muzey bərbad halda qalır. Mən bunu dəfələrlə demişim. İkinci də film yaxşı, indi çəkilməsə, çən çəkiləcək bu film. Cəfər Cabbarlı çox böyük bir sənətkarıdır və çox mürəkkəb, taleyli bir sənətkarıdır. Bunun ömrünün gəncliyi, ən gözəl illəri Cümhuriyyət dövrünə düşmüşdü. Cümhuriyyət dövrünün, Cümhuriyyət quruluşunun tərənnümçüsü kimi şeirlər, dram əsərləri yazırdı. O fərəhlə yaşayırdı. Sonra bu Sovet quruluşu gələndə, Azərbaycan işğal olunanda 11-ci ordu gələndən sonra bunu həbs eləyirlər, tutulur və belə düşünmək olar ki, bu adam artıq məhv olur, ruhdan düşür, ya həbs olunur, sürgün olunur, güllələnir, ya da ki, yaşayır belə hər şeydən. Cəfər Cabbarlının gücü odur ki, o Sovet quruluşunda da özünü tapdı və xalqa xidmətin yolunu tapdı. Ki, bu dövrdə də, bu imkanlar, bu məhdud imkanlar çərçivəsində də yenə də xalq üçün, xalqın teatrisi, kinosu üçün nə isə eləmək olur. Və ölməz əsərlərini də bu dövrdə yaratdı, Sovet dövründə yaratdı. Bu talih, yəni bu talih bir ibrət olmalıdır ki, insan necə çətin bir sınağın qarşısından qalib çıxır və mən də ssenarini bu qarədə yazmışdım. Orada həm Cəfər Cabbarlının həyat yolu, həm onun bu talihi, həm də əsərləri əks olunur. Gəl, buna pul tapılmır da. Hər şeyə pul tapılır, buna pul tapılmır. Yenə gəlirik söhbətimizin bax əvvəlki məqamına. Tamaşaçının sürətli, dinamik yaşama eşqi və bugün Cəfər Cabbarlının o filminin əmələ gəlməməsi arzusu. Yəni ki, əmələ gəlmirsə bu arzu olaraq qalır. Yenə də həmin o tərzi düşünənlər dinamik həyat məcrasını düşünürlər. Baxın, insan sürətli fikirləşməyə nə zaman başladı, tələsməyə nə zaman başladı və bugün biz ciddi şəkildə insanın fikir düşüncəsinin böhranını yaşayırıq. Çox ciddi şəkildə. Bugün kimi danışdırsaq, vəzifəsindən, işindən, mövqeyindən asılı olmayaraq, hamı deyəcək yaddaşım pozulub, heç bilmirəm, fikrim dağınıqdır və bunun nədən olduğunu işin çoxluğu ilə əlaqələndirirlər. Amma halbuki hər zaman iş olub və demək olar ki, keyfiyyət etibarilə kəmiyyəti müqayisə eləsək görərik ki, o qədər də keyfiyyət artmayıb. Yəni biz ötən
dövrün insanların gördüyü işi ortaya qoysaq və bugünkü işi ortaya qoysaq. Bu mövzuların, tarixi mövzuların çatdırılması, sevdirilməsi, bəlkə onun üçün hansısa bir üsulu dəyişmək lazımdır. Bəlkə biz axanına doğru gedək. İndi mən sizə, bax, bu çox maraqlı məsələni qaldırdınız, onunla bağlı fikirlərimi deyim. Talım bizim ədəbiyyatda böyük simalar olub da, indi bu şeydir. Bu simalardan mən üçünün adını çəkəcəm. Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, dördünün də adı, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid və Cəfər Cabbarlı. Bunların əsərləri demək olar ki, səhnələrdə yoxdular. Nadir hallarda görünür. Nə Mirzə Fətəlinin əsəri, nə Cavidin, nə Cəlil Məmmədquluzadənin, nə də Cəfər Cabbarlının. Bunların kitablarını oxuyan azdır ya yoxdur. Mən çalışmışam ki, heç olmasa 2 saat bu insanlar həsr etsinlər televizorun qabağına, ya kinoteatrlar deyim, televizor. Və bu 2 saatda Mirzə Fətəlinin kim olduğunu, əsərlərindən parçalarla hansı əsərləri yazdığını yeni nəsillərə çatdırım. Və bunun üçün mən Sürpün Səfəri filmini, senarisini yazdım, Ramiz Həsənoğlu çəkdi. Cəlil Məmmədquluzadənin kim olduğunu, həyatın hansı keşməkeşlərindən keçdiyini, hansı əsərləri yazdığını çatdırmaq üçün Qəm Pəncərəsi senarisini yazdım və özüm də çəkdim. Cavid ömründə, Cavidin həm faciəvi taleyi, həm də onun deyir, o əsərlərindən, parçalarla, onun kim olduğunu 2 saat ərzində Cavid ömründə çatdırmağa çalışdım. Eyni üsulda mən Cəfər Cabbarlını da istədim ki, onu da çatdıraq. Həm öz taleyini, həm bayaq danışdığım o keşməkeşli taleyini, həm də əsərlərini. Yaxşı, bu ən qısa şeydir də, sən indi əsərləri oxumağa, tamaşa onsuz da getmir, oraya getmək yox. Amma bu klassiklər haqqında təsəvvürün olmalıdır. Sən necə Azərbaycanlısan ki, Azərbaycan ədəbiyyatının klassiklərindən xəbərin yoxdur. Heç olmasa bunu 2 saat, çox demirəm, 2 saat televizorda o mənasız verilişlərə baxmaqdansa 2 saat bu filmlərə bax, bir təsəvvürün olsun ki, Mirzə Fətəli kimdir, nə eləyib, Cavid kimdir, nə eləyib, Cəlil Məmmədquluzadə kimdir, nə eləyib. Bax, bu cəhətdən mən yanıb tökməyəm, 15-dən artıq senarim çəkilib. Bir filmim artıq oldu, olmadı bir şey deyil ki, mən indi o çəkilmədi, çəkilmədi. Mən ona yanıram ki, bu Cəfər Cabbarlını mən daha geniş tanıtmaq istəyirəm. Onsuz da tanınır, vaxtı ilə bir şey. Amma yeni nəsillərə bir də çatdırmaq istəyirəm. Buna pul tapılmırdı. Nədir bu? Yəni, bu qədər pul hər şeyə xərclanır. Buna bir müəyyən bir vəsait tapılmır ki, bu film çəkilsin. Budur məsələ bundan ibarət. Bunu da başa salmağa heç kəsə mümkündür. Heç kəs başa düşmək istəyir. Tamaşaçının Mən onu da deyim ki, maddi marağım da yoxdur. Çünki o ssenarinin pulunu almışam. Mədəniyyət naziri bunu qəbul eləyib və mənim pulumu ödəyib. Yəni, mən burada bir qəpik maddi ehtiyacım da yoxdur, mənəvi ehtiyacım da yoxdur. Çünki indi məni az-çox tanıyanlar filmlərimə baxıblar. Dedim də 15-dən artıq filmim var mənim, əsərlərimi oxuyublar. Amma mən istəyirəm ki, bu heç olmasa bu 5 klassiklər, indi Üzeyir bəy də burada daxildə, o bəstəkar olsa da, bu 5 klassiklərimizi kino vasitəsilə geniş kütlədə tanıdaqdır. Bugünkü tamaşaçını necə xarakterizə edirsiniz? Televizorun önündə əyləşən və yaxud kinoteatrlara gedən çox saylı tamaşaçılar var. O tamaşaçılar kimdir, necə tamaşaçıdır? Bilmirəm, valla mən onu deyə bilmərəm, ancaq onu bilirəm ki, mən bəzən televiziya kanallarının rəhbərləri ilə, ya işçiləri ilə danışanda deyirəm ki, bu bayağı verilişlər nəyə lazımdır? Deyirlər ki, tamaşaçı bunu istəyir. Əgər tamaşaçı bunu istəyirsə, o da o tamaşaçının səviyyəsi aydındır. Amma o tamaşaçıdır ki, o çox televiziyanın ömrü o qədər də uzun deyil, yəni o qədər də böyük deyil. Yəni ötən əsrin ortalarında yaranmış bir sahədir. Yəni biz nə qədər dəyişdik ki, bizim zövqümüz də o qədər sürətlə dəyişdi. Bu sizə elə gəlmirmi ki, müəyyən mənada həm də doğru olmayan argumentdir? Bu qarşılıqlı gedən prosesdir, bilirsiniz. Məsələn, bir tutalım bu əyləncə proqramına və əyləncə də olmalıdır, bunu heç kəs demir ki, olmasın. Amma zövqsüz, səviyyəsiz bir əyləncə planı, tamaşası göstərəndə, bunun tamaşaçısı çox olanda, reytingi çox olanda deyirlər, hə, bu yaxşıdır, elə bu yolla gedək. Ondan da betərini yaradılar. Onda tamaşaçı onu da qəbul edir. Get-gedə planka necə deyirlər, aşağı düşür də. Qarşılıqlı gedir. Güzəştə gedir kanallar tamaşaçıya. Tamaşaçı da onlara baxıb biraz da zövqü korlanır, daha pisini tələb eləyir və bu cür də bu proses gedirdi. Mən çox belə, necə deyirlər, bədbin baxıram ki, belə getsə bizim mədəniyyətimiz nə olacaq, bizim zövqümüz nə olacaq, bizim ədəbi zövqümüz, bədii zövqümüz.
bizim bədii əsərlərimiz bütün sahələrdə, ədəbiyyatda da, teatrda da, kinoda da nə olacaq? Bəs bugün gənc yazıçılar, gənc şairlər bax bu məkana, bu yazıçılar birliyinə üz tuturlarmı? Nə qədər tuturlar? Tuturlarsa buradan nə qədər razı qalırlar? 90% üz tuturlar, 90% razıdırlar, 90% bizim Ulduz jurnalı tamamilə biz gənclərə vermişik. Orada çap olunurlar. Bax, bayaq siz də buradaydınız da, qulu gələndə qulaq səs Ulduz jurnalının redaktoru. Deyir ki, indi böyük tirajla çap ediblər, təzədən 1000 tiraj istəyirlər ki, çox demək maraq var da. O da gənclərin jurnalıdır. Orada ancaq genç, mən məsələn özüm və mənim nəslimdən olan bir yazıcı orada çap olunmur və belə də olmalıdır. Bu gənclərin jurnalıdır. Demək, gənclərin jurnalında çap olunan əsərlərə maraq var ki, demək, bunun tirajı da artır, oxucusu da artır filan. Elə belə də gənclərə hər şərait yaradılıb burada. Gənclər şurası var, gənclərə təqaüd veririk. Jurnaldan başqa hər cür əsərlərini təbliğ edirik, müzakirələrini keçiririk və 90% gənclərin sağlam qüvvəli 90% yazıçıların ittihadın tərəfindədir. Bəs narazı olanlar nədən narazı olur? Nə deyim, valla onu onlardan soruş. Mən indiyə qədər bilmirəm nədən narazı. Amma bir narazı tərəf var. Var, əlbəttə var. Axı heç yerdə mümkün deyil ki, hamı hər şeydən razı olsun. Narazıların içində də istedadlı adamlar var, mən onu danmıram. Ola bilsin ki, onlar da indi, nə bilim, təsir altına düşüblər, ya indi gənclik həvəs, bəzən gənclikdə insan üsyankar olur, sonra get-gedə ağıllanır da, get-gedə başa düşür ki, bu mənasız üsyandır. Üsyan da deyil, qiyam da deyil, elə belə, nə cür deyim. Bəlkə özünü təsdiq eləmək yoldur ki, görür ayrı vasitə ilə özünü təsdiq eləmir, deyil, mən bu yaşlı yazıçılara sataşım ki, onların hesabına məni də tanısınlar, elələri də var. Elələri də var ki, səmimi surətdə elə bilir ki, o gəlib, məsələn, burada olsa, rəhbər vəzifədə olsa, hər şey düzəldəcək. Elələri də var. Hər cür insanlar var onların içində. Mən hər halda olaraq çox dözümlü yanaşıram. Heç birinə kin də bəsləmirəm, heç birinə heç bir düşmançılıq da eləməmişəm, heç bir vaxt. Mən ümumiyyətlə heç kəsə düşmançılıq eləməmişəm. İntihası yalan yazanda cavab verirəm əlbəttə. Çünki mən həqiqətin tərəfdarıyam. Görəndə ki, bu yalandır, məcburam deyəm ki, yalan danışırsın. Deyirsiniz ki, elə bilirlər ki, bura gəlib otursalar nəyəsə dəyişəcəklər. Gəlib oturacaqlar da. Dəyişəcəklərmi nəyəsə? Bizim mənim bir ildən sonra 90 yaşım olacaq, siz demiş. 90 yaşım olanda da çıxıb gedəcəm, gələcək yerimə başqası, daha cavanı təbii ki. Ondan sonra o da qocalacaq, onun da yerinə başqası gələcək. Bu təbii prosesdir, bunu təbii qəbul etmək lazımdır. İndi görək təbii, bizdən sonra gələnlər tək ki, buranı yaşatsınlar. Mənim arzum odur ki, bura dağılmasın, bizdən sonra dağılmasın. Bu binaya göz tikən çoxdur, bu binanı almasınlar. Yazıçılar Birliyi yazıçıların yeganə ocağıdır. Bu, onun jurnalları, qəzeti, filanzad ədəbiyyatı yaşadılar. Bu dağılmasın, bu məhv olmasın. Amma yeni insanlar gəlsinlər, bizdən yaxşı işləsinlər. Bu ədəbiyyatı bizdən çox qabağa aparsınlar. Mənim arzum budur. Anar hər zamanmı anlaşılandı? Çox zaman anlaşılmayandı. Anlaşılmayandı. Səbəbi nədir bunun? Nə deyim valla? Yox, mən şikayətçi deyiləm. Hər halda mənə ki, məni anlayanlar, anlamayanlardan daha çox. Anlayanlar, qiymətləndirənlər, dəyərləndirənlər, bilənlər, bunlar daha çoxdur. İndi bir neçə nəfər, 5% var ki, var, qəbul edirlər. O da təbiidir. Nə deyim? Qısa bir aradan sonra yenidən buradayıq, Anarın qonağıyıq. Reklamlarımız bitdi və biz reklam arası Anarla çox maraqlı bir söhbət etdik. Biz mənəvi dəyərlərdən danışırıq, xalqa, gənclərə, ictimaiyyətə maraqlı olan və lazım olan sözü daha yerinə düşər. Çünki maraqlı olmaya bilər, amma lazım olmalıdır. Bəzi məsələlər var ki, onlar məcburi şəkildə təqdim olunmalıdır. Baxın, Sovet dövründə biz necə ideologiyanın təbliğini görürdük. Bəzi məsələlər məcburi şəkildə insanlara təbliğ olunurdu. Bax, biz də bu tipdə verilişlərimizlə mənəvi dünyaya sahib olmaq istəyən insanların iş dünyalarına daxil olan tamaşaçıya yansıdırıq ki, bax, bu da tamaşaçının zövqünü müəyyən mənada dəyişə bilsin. Bu Hacı Seylon çaylarının baş sponsorluğu ilə bizə müəssər olur. Ona görə biz də təşəkkür edirik və sizin də bəyənməyiniz bizə çox xoş oldu bu arada. Yox, mən deyirəm də, mən taleyimdə hər şeyi təsəvvür edirdim, ancaq
çayı təbliğ elədiyimi birinci dəfədir ağlıma gəlir ki, tariximdə falan. Bilirsiniz, məsələ onda da öyle, yaxşı şeyi təbliğ eləmək lazımdır, burada bir qəbahət yoxdur. Mayakovski nədir bu, o böyük ciddi əsərlərlə bərabər müəyyən məhsulları da reklam edən şeylər yazırdı. Burada bir qəbahət yoxdur mənə. Onca təbii ki, mən tək bundan məşğul olmuram. Bizim bu varlı adamlar var da. Bu varlı adamlar hər yerdə, dünyada, hər halda ağıllı adamlardır ki, varlanıblar da. Ağılsız adam varlanmaz ki. Bu varlı adamların içində də ən ağıllıları fikirləşiblər ki, mənim dünyada məndən sonra adım qalmağı üçün mən bir sənətə kömək edeyim. Mən bir rəsm qalereyası açım. Necə Rusiyada Tretyakov açmışdı, yaxud Morozovla Şukin. Fransada hələ tanınmayan impressionistləri onlar alıb gətirmişlər Rusiyaya və Rusiyada indi Fransa qədər impressionistlər nəşərlər var. Yaxud bizim Hacı Zeynalabdin Tağıyev savad almamış bir adamıdır, amma başa düşür ki, teatr lazımdır bu millətə, qız məktəbi lazımdır, kitab lazımdır, jurnal lazımdır, qəzet lazımdır. Bunlara pul xərcləyir. Şeylər də tarixdə qalanda da, məsələn, Amerikada biz fikirləşəndə, Carnegie Hall deyəndə fikirləşirik ki, bu milyoner adam olub, amma bunun bir musiqi salonu qalıb və bu istifadə. Elə bax, bizdə heç öz adlarının qalması. Bəziləri qorxurlar, bilirsiniz. Qorxurlar ki, mən məsələn bir filmə pul xərcləsəm, deyəcəklər, sən hardan almışsan bu pulu? Əgər bu pulu qanunla qazanıbsa, niyə qorxmalıdır? Və qanunla qazandığı varidatının bir hissəsini mədəniyyətə sərf eləsə, ədəbi əsərlərə, kino əsərlərinə, teatr tamaşalarına həsr eləsə, bunun ancaq xeyri ola bilər bu adam. O yəqin ki, düşünür ki, yox, böyük əksəriyyət elə düşünür ki, mən qoyduğum sərmayənin qarşılığını ala bilim. Və o da əmin deyil ki, həmin bu mövzular, bu senarilər ona o qarşılığı verəcək. Yenə dönürük tamaşaçı. Burada biraz təmənnası olmaq lazımdır. Bir-iki dəfə eksperiment eləmək lazımdır. Ondan sonra demək ki, yox, alınmadı. Amma bəlkə alındı və bu davamlı olsa, Hollivoodu kim yarattı Amerikada Hollywood filmlərini? Varlı adamlar da. Onlar ora elədilər və indi oradan da ən çox gəlir kinodan gəlir. Bu kino industriya ilə bizdən məşğul olan varlı adamlar olsa ki, kinoya əsr etsinlər. Biri bəlkə uğursuz oldu, birindən qazanc gəlmədi. Axır bu kino elə sahədir ki, xüsusilə televiziya çıxanda falan, ondan gəlir, gələcək mütləq. Hər kəs deyir ki, olsa, biz bu yaramızdan, biz bu problemimizdən, bayaq siz qeyd elədiniz ki, biz yeni başlayırıq, yəni bütün bu çətinliklərdən çıxaraq, digər ölkələr üçün buna illər səbəb olubsa, biz bunu çox sürətlə aşa bildik. Zaman var idi ki, çox uzaq olmayan xarici ölkələrə gedəndə Azərbaycan adı eşidəndə heç kim tanımırdı. Amma bugün Azərbaycan deyəndə hamı artıq başlayır, vau, belə bir reaksiya verir ki, orada bir Azərbaycan var, olmaq istəyirlər, gəlmək istəyirlər. Yəni ki, bax, biz də öz növbəmizdə kütləvi informasiya vasitəsi olaraq çalışırıq ki, bax, ötən əsrin mi deyim, ötən əsr biraz daha böyük çıxır. Yəni ki, yaşlı insanlardan nələrisə öyrənək və tamaşaçılara sirayət etdirək bunu. Hamı deyir, olsa yaxşı olar. Belə olsa, bu olsa qeyri-müəyyən feil formasıdır. Yəni, nə edək ki, olsun? Bax, bir təklifiniz varmı? Biz neyniyək ki, gələk sizin yaralı məqamınıza, filmlərə. Biz nə edək ki, bu olsun? Daha konkret. Mən sizdən başqa da bir neçə dəfə, mən çox tez-tez gəlirlər də məndən televiziya kanalları. Demək olar ki, bütün çıxışlarımda bu Cəfər Cabbarlı məsələsini deyirəm. Hələ ki, heç bir deyir, bunun qarşılıqlı bir əks-sədası yoxdur ki, biri desin ki, mən eşitdim və... Bəlkə üsulu dəyişmək lazımdır. Nə üsulu? Mən o Zərdabi yazıb deyirdi ki, mən qapı-qapı düşüb alırdım. Maddi vəsait almaq istəyirdim ki, əkinçini buraxam. Sonra deyir, gedirdim milyonçulara, o milyonçular mənə deyir, rədd edib vermirlərdi. Sonra deyir, bir dənə hambal gəldi ki, mən bugün 2 manat qazanmışam, 1 manatını sənə verirəm. Mən deyir, ki, bu hər şeydən əzizdir ki, bu adam o varlılardan daha çox başa düşür. İndi elə hambalı bir sadan tapar ki, 1 manat bizə versin kino çəkməyə. Struktur dəyişikliyi, nəsə daha optimal, daha fərqli bir üsul tapmaq lazımdır. Hər halda bu böyük bir mövzudur və fərqli bir mövzudur. Bugün anar yaradıcılığının, anar daha dəqiq desək fəlsəfəsinin qonağıyıq. Bugün anar özünü, bax bu yaşında, yaşı deməyəcəm sizə. Biraz cavanlaşdı da onu. Bugün
enerjiniz mənə çox xoş gəldi bu gün. Bilirsiniz, bir anar imzası deyəndə çox qəribədir ki, toxunulmaz, daha ciddi, daha fərqli, baryerli bir obraz. Bilmirəm bu nədən yaranır? Nədən yaranır bu? Bilmirəm, biri yazır ki, ay Allah, biz bir dəfə bunu gülən görəcəyik. Ona görə mən şəkil çəkdirəndə həmişə gülürəm ki, görsünlər ki, mən gülməyi bacarıram herhalde. Amma anar enerjisi bugün mənə çox müsbət şəkildə sirayət eləyir. Bax, bunu da deyim, çünki biz energetik mübadilələrin fonunda bərabər ünsiyyət qura bilirik. Və anar yazılarında da yumor inanılmaz şəkildə, belə ruslar demiş, tonki incədir. Anar nəyə gülür? Bax, bugün ömrünün bu yaşındakı yaşını deməyəcəyik. Bayaqdan bir neçə rəqəmin üzərində fırlanırıq. Anar bugün özünü necə hiss eləyir, bugün ruh halı, bugün deyəndə konkret bugünü nəzərdə tutmuram, yəni ömrünün bu çağında necədir, ruh halı necədir, nəyə gülür, əhvalı nəyə açılır və yaxud da nəyə qəmgin olur? Mən Şuşa ilə o qədər bağlıyam ki, mənim uşaqlığımda Şuşa ilə bağlıdır xatirələrim. Gəncliyimdə, ömrümün ağır günləri də, atamı anamı itirdiyim ildə Şuşada mən film çəkirdim, Üzeyir ömrü filmini. Çox sevirəm də bu şəhəri. Tək Şuşanı yox əlbəttə, amma Şuşanı xüsusi sevirəm. Ona görə mən deyirsiniz nəyə sevinirsəm, buna sevinirəm. İndi gedirəm, axır vaxtlar Şuşada 5-6 dəfə olmuşam, Laçına getmişəm, Füzuliyə getmişəm, indi Kəlbəcərə yaxında girəcəm. Gedib görəndə ki, orada tikintilər, gedib bir yandan adamın ürəyi ağrıyır ki, bu vəhşilər burada nələr törədiblər. Yaxşı, buranı tutmuşsunuzsa, özünüzün ki, hesab edirsə, niyə dağıdırsınız bunları? Meçidləri dini şey edilir. Məktəbi niyə dağıdırsınız? Xəstəxananı niyə dağıdırsınız? Ağaçları niyə kəsirsiniz? Elə bir vəhşilər də, nə söz deyimsə. Ona görə görəndə ki, orada yollar abadlaşır, körpülər salınır, evlər tikilir falan, bu fərəh hissidir. Təbii ki, bundan artıq nə istəyir? Söhbətimizin əvvəlində Anar söylədi ki, mən artıq indi şeir də yazıram. Şeir yazıram yox, şeir də yazıram. Şeir də belə də... Bugün Anar şeir, niyə şeir yazır? Şairlərin qorxusuna həmişə deyirəm ki, mən şair deyiləm. Sonra deməsinlər ki, bu hələ gəlib şairlik eləmək istəyir. Amma bir dənə mənim şeirim var, bunu deyim burada. Deyir, öz-özümə yazdığım şeirdən. Deyir ki, roman yazdı, uzandı. Piyes yazdı, usandı. Çıxış etdi, utandı. Hərdən şeir yazardı. Bir gün başa düşdü ki, şairlik bir azardır, hərdən birdən tutandır. İndi məndə də bu şairlik bir azardır, hərdən bir tutanda görsən bir şeir yazıram. Şeir yazmaq insanda romantik hisslərin belə elementləridir. Yəni ki, sentimental hisslərin elementləridir. Ən müxtəlif, sentimental da var, romantik də var, bəzi şeirlərdə nostalji da var. Bəzi şeylərdə qəzəb də var, hər şey müxtəlif şeylər, ovqatlar da var. Bax, bugünkü ruhunuz daha təbii və daha səmimi şəkildə, bugünkü ruhunuz bizə hansı dediyiniz janrda olan şeir növünü bizə verər, bəxş edər? İndi elə bilməyik, mən buradan çıxan kimi gedib şeir yazacağım. Yox, bax, bugün burada əyləşmişik və əhval-ruhiyyənizə uyğun hansını bizə demək istəyirsiniz? Bu yazıçı psixologiyası belədir ki, hər bir görüş, hər bir təmas, nə isə bir şey insanın beynində qalır. Bəlkə uzun illər unudursan ki, bax belə şey, sonra birdən gözlənilmədən birdən o yada düşür və bir şeyə çevrilir. Bir yazıya, ya şeirə, ya bir hekayəyə bir şey yazılır. Ona görə indi bugünkü görüşümüz də maraqlı görüşüdür. Bəlkə haçansa nədəsə öz əksini tapacaq. Fərqli ola bildikmi sizin üçün? Bu mənim otağımı tarmar elədiniz, amma da canınız sağ olsun. Güman edirəm ki, ondan sonra bərpa eləyəcəksiniz. Qarabağ bərpa olunursa, mənim otağımı da bərpa eləmək olar. Biz qoyduğumuz kimi qoyub buradan ağıllı olaraq çıxacağıq. Yazıcı Anar, bax, ömrünün bu çağında unutmadığımız, heç bir zaman yaddaşımızdan silinməyən bir xatirə olur. Anarın silinməyən xatirəsi varmı? Təbii ki, var və çoxdur. Onları danışsaq gələ bir 3-4 veriş yaparaq. Var. Təbii var. Və biz çox arzu eləyərik ki, bugün Anarın xatirələri sırasına bizim də bu veriliş daxil olsun. İddianı görürsünüz, nə böyük iddiamız var. Lap yaxşıdır. Şübhəsiz yadda qalan şeylər oldu bugün. Mən sizə sonsuz təşəkkür eləyirəm və bir yazıcı Anardan daha
çox məlumatlar almaq üçün daha da çox zaman lazım. Bunun fərqindəyik. Amma sosial şəbəkələrdən biz danışdıq və bu məqamı xatırlamasam, bu məqamın üstündən keçməsəm olmaz. Çünki hər kəsin təsirli bir səhnəsi oldu. Anarın qəbirləri ziyarət etməsi, Anarın bax onların üzərinə gülü səpməsi və hər birini birər-birər yoxlaması. Bilirsiniz, bax bugün biz sizlə bu verilişi hazırladıq, son məqama gəldik və hər bir insanın son anda düşündükləri ən çox həm yadda qalanıdır, həm də ki ona təsir edənidir. Və sizin o qəbirləri ziyarət etməniz bizi çox təsirləndirdi. Mən onsuz da gedirəm tez-tez, həm təbii ki, valideynlərimin qəbrinə, həm dostlarımın qəbri üstünə. Amma bu dəfə belə bir fikir oldu ki, bir verilişdə bir şey dalbadal olsun bu. Pərvin xanım bizim gəncə yazıçımız, o təklif elədi. Özü də çəkirdi, sonra o klipi o düzəltdi ümumiyyətlə. Heç mən gözləməzdim ki, bunun belə bir şey olacaq, təsir olacaq. Çünki çox adam mənə zəng edir ki, baxdıq, təsirləndik falan. Oradan da təsiri də o cəhətdən ki, mənim dostlarımın demək olar ki, 90%-i artıq həyatda yoxdular və onların da böyük əksəriyyəti ya birinci Şax xiyabandadır, ya ikinci Şax xiyabandadır. Birisi ona da irad tutanlar olur ki, bəs filankəsin qəbrinə niyə qoymadı? Balam, mən orada 150 adamın qəbri var, onların içində bir 50'si də yazıçıdır və mənim hörmət elədiyim yazıçılardır. Amma mən dostlarımın, mənə yaxın olan adamların, itkisini hər gün hiss elədiyim adamların qəbrini bu səfər ziyarət elədim. O birilərini də yubileylərində ziyarət edirəm, başqa vaxt ziyarət edirəm. Bilirsiniz, ən böyük sual ölümdən sonra adın olub-olmaması deyil, ölümə qədər ki adın yaşayıb-yaşamamasıdır. Biz hamımız bunun üçün çalışırıq və biz hamımız bunun üçün çaba göstəririk, istəyirik ki, bu dünyada ad qoyub gedə bilək. Bioloji varlıq kimi gəliriksə, mənəvi varlıq kimi hər hansı bir izimizlə bu dünyadan sağollaşaq ki, zamanı gələndə bizim də məzarımızın üzərinə gül dəstələri qoya bilsinlər və 150 qəbrin içindən 50'sinin içində seçilə bilək. Mən sizinlə razıyam, bir dənə əlavəm var ki, ad qoyaq yox, yaxşı ad qoyaq. Çünki ad da qoyur ki, filan kəs çox mərdümazar adamıdır, filan kəs çox pis adamıdır, elə ad olmasın. Eləsin ki, bu adam hər halda yaxşı adamdır. Bax, elə bir ad, yaxşı ad qoymaq çox vacib. Bax, belə əziz tamaşaçılarımız, Xəzərin sahilindən sizi salamladıq, sizinlə bərabər olduq, Anarın qonağı idik və Anar da bizim ruhumuzun qonağı oldu. Ümid edirik ki, siz də bizim bütün fikirlərimizlə eyni zamanda düşüncələrinizlə həmfikir oldunuz, yəni həmdərd oldunuz daha doğrusu. Görüşmək ümidi ilə Allah amanında.